Luka 7-ci fəsil. Yüzbaşının imanı. İsa ona qulaq asan cəmaata sözlərini deyib qurtarandan sonra Kefərnahuma daxil oldu. Orada bir yüzbaşının çox dəyərli qulu xəstələnib ölüm yatağına düşmüşdü. Bu yüzbaşı İsa haqqında eşidəndə gəlib qulunu sağaltsın deyə Yəhudilərin bəzi ağsaqqallarını onun yanına göndərdi. Onlar İsa'nın yanına gəlib ona ürəkdən yalvardılar və belə dedilər: "Bu adam sənin köməyinə layiqdir. Çünki o bizim millətimizi sevir və bizim üçün sinagog tikdirib." İsa onlarla birlikdə yola düşdü. O evə yaxınlaşarkən yüzbaşı bəzi dostlarını yollayıb ona belə xəbər göndərdi: "Ya Rəbb, zəhmət çəkmə. Mən layiq deyiləm ki, sən mənim evimə girəsən. Bu səbəbə görə yanına gəlməyə də özümü layiq bilmədim. Amma bir söz söylə ki, xidmətçim sağalsın. Çünki mən də tabeçiliyi altında olan bir adamam. Mənim də tabeçiliyimdə əsgərlər var. Birinə get deyirəm, o gedir. Digərinə isə gəl deyirəm, o da gəlir. Quluma bunu elə deyirəm, o da eləyir." Bunu eşidən İsa yüzbaşıya heyrət elədi. O dönüb ardınca gələn cəmaata dedi: "Sizə deyirəm, heç İsraildə də bu qədər böyük iman görmədim." Göndərilən adamlar evə qaydanda xəstə qulun sağlam olduğunu gördülər. Dul qadının oğlu dirilir. Bundan biraz sonra İsa Nain adlanan bu şəhərə getdi. İsa'nın şagirdləri və böyük bir izdiham onu müşayiət eləyirdi. O, şəhər darvazasına yaxınlaşarkən, şəhərdən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi. Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: "Ağlama." Yaxınlaşıb Mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: "Ey cavan oğlan, sənə deyirəm, qalx." Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi. Hamını qorxu bürüdü. Aramızda böyük bir peyğəmbər ortaya çıxdı və Allah öz xalqına nəzər saldı deyərək Allahı izzətləndirdilər. İsa barəsindəki bu xəbər bütün Yəhudiyaya və ətraf bölgəyə yayıldı. İsa Məsih və vəftizçi Yəhya. Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb göndərdi ki, Rəbdən soruşsunlar: "Gəlməli olan sənsənmi, yoxsa başqasını gözləyək?" Adamlar İsa'nın yanına gəlib dedilər: "Vəftizçi Yəhya bizi sənin yanına göndərdi ki, soruşaq: Gəlməli olan sənsənmi, yoxsa başqasını gözləyək?" Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi. Həm də bir çox körlərin gözlərini açdı. İsa onlara belə cavab verdi: "Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin. Körlər görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara müjdə yayılır. Kim mənə görə büdrəməsə, nə bəxtiyardır." Yəhyanın elçiləri getdikdən sonra İsa cəmaata Yəhya haqqında danışmağa başladı. "Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışa mı? Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adama mı? Amma gözəl paltar geyinib cah-cəlal içində yaşayanlar padşah saraylarında qalırlar. Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərə mi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. Bu o adamdır ki, onun haqqında yazılıb: Budur, sənin önündə öz elçimi göndərirəm. O sənin qabağında yolunu hazırlayacaq. Sizə deyirəm, qadından doğulanlar arasında Yəhyadan üstün olan yoxdur. Amma Allahın padşahlığında ən kiçik olan ondan üstündür." Yəhyanın vəftiz elədiyi xalqın hamısı, hətta vergi yığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq elədilər. Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftisindən imtina elədilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd elədilər. İsa sözünü davam elətdirdi: "Bu nəslin adamlarını nəyə bənzədim? Onlar nəyə bənzəyirlər? Bazar meydanında oturan və biz sizə tütək çaldıq, sizsə oynamadınız, biz mərsiyələr oxuduq, sizsə ağlamadınız deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər. Çünki vəftizçi Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və siz deyirsiniz, o cinə tutulmuşdu. Bəşər oğlu gəldikdə yeyib içdi və siz deyirsiniz, bu qarınqulu və əyyaş adama baxın.
vergi yığanlara və günahkarlarla dost oldu. Amma hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur. İsa günahkar qadını bağışlayır. Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət elədi. O da fariseyin evinə girdi və süfrəyə oturdu. Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsa'nın süfrəyə oturduğundan xəbər tutanda, ağ mərmər bir qabda ətirli yağ gətirdi. Qadın arxada İsa'nın ayaqlarının yanında durub ağlayaraq, göz yaşları ilə onun ayaqlarını islatmağa başladı. O, İsa'nın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi. İsa'nı evinə dəvət eləmiş farisey bunu görüb öz-özünə belə dedi. Əgər bu adam peyğəmbər olsaydı, ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi. Çünki bu qadın günahkardı. İsa ona xitab eləyib belə söylədi. Şimon, mənim sənə sözüm var. O da dedi, müəllim buyur. Bir sələmçiyə 2 nəfərin borcu var idi. Biri 500, o birisi isə 50 dinar borçlu idi. Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək? Şimon cavab verdi. Güman eləyirəm o adam ki, ona daha çox bağışlandı. İsa ona düz seçmisən, dedi. Sonra İsa qadına tərəf baxıb Şimona dedi. Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim. Sən mənim ayaqlarımı yumaq üçün mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi. Sən məni öpmədin, bu qadınsa mən evə girəndən bəri ayaqlarımı hey öpür. Sən başıma zeytun yağı çəkmədin, o isə ayaqlarıma ətirli yağ çəkdi. Buna görə də sənə deyirəm, bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər. Sonra İsa qadına dedi, sənin günahların bağışlandı. Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar. Bu adam kimdir ki, günahları da bağışlayır? Amma İsa qadına dedi, imanın səni xilas elədi. Arxayın get.